Siz Amerikanın səsini dinləyirsiniz. Washingtondakı studiyada sizinlə Bulud mehmandarlıdır. İndi həftəlik Haray proqramını təqdim edir. Haray proqramının bugünkü mövzusu Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasının bu yaxınlarda Cenevrədə təşkil etdiyi konfransdır. Xatırladaq ki, bu ilki konfransda etnik qrupların vəziyyətinə daha çox diqqət yetirilib. Konfransda Azərbaycanlılar da daxil İranın başlıca etnik qruplarından nümayəndələr iştirak edib. Onlar öz vəziyyətləri, şikayətləri və İran hökumətindən tələblərini toplantılarda elan ediblər. İran millətlərinə həsr olunmuş iclasda İran Azərbaycanlıları adından hazırda Fransada yaşayan jurnalist Maşallah Rəzmi iştirak edirdi. Elə bugünkü Haray proqramımızın qonağı da cənab Rəzmidir. Qeyd etmək lazımdır ki, BMT İnsan Hüquqları Şurasının Cenevrədə təşkil etdiyi müzakirələrdə İranın rəsmi nümayəndələri də iştirak edirdilər və onlar İran millətlərinə həsr olunmuş toplantıda da çıxışlar edib iradlara cavab verdilər. Söhbətimizə başlamadan əvvəl bunu da dinləyicilərimizin nəzərinə çatdırım ki, bu müsahibənin keçirilməsindən bir gün sonra BMT İnsan Hüquqları Şurası İran üzrə xüsusi nümayəndə təyin etmək qərarına gəlib ki, bu İranın etnik qruplarının Şura qarşısındakı ən mühüm tələblərindən biri idi. ABŞ dövlət katibi Hillary Clinton verdiyi bəyanatda Şuranın bu qərarını alqışlayıb. Maşallah bəy, Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasının bu ilki iclasında İrandakı etnik qrupların nümayəndələri də iştirak ediblər və bu şura etnik qruplara həsr olmuş ayrı bir sessiya keçirib, ayrı bir toplantı keçirib. Həmin sessiyada siz də iştirak etmişsiniz. Etnik qruplara həsr olunmuş həmin sessiya haqqında ümumi olaraq nə deyə bilərsiniz? Bildiyiniz kimi hər il insan hüquqları barəsində o Sazman-ı Milal-i Müttəhid tərəfindən böyük ümumi iclas keçirir. Bu illərdə Cenevdə İranın nümayəndələri gəlmişdi və orada hər gün bir sıra problemlər araya qoyulurdu ki, onlar cavab versinlər. Əsasda insan hüquqları etnik qrupların barəsində oldu. Və bu dəfə etnik qruplar qismətində, o sessiyasında İran etnikləri özəl və məxsus bir iclas keçirdilər ki, mən də orada iştirak edənlərdən biriydim. Yəni orada Cənubi Azərbaycanlıların, Kürdlərin, Ərəblərin, Bəluçların və Türkmənlərin nümayəndələri bizim dəvətimizlə gəlmişdilər və orada hər kəsən öz problemlərini araya qoydular. Mən də Azərbaycanda olan əsası siyasi, iqtisadi və kültürel problemləri orada danışdım. Sizin çıxışınıza keçməmişdən qabaq orada qarşıya qoyulan ümumi məsələlər, yəni İrandakı etnik xalqların ümumi məsələləri, müştərək tələbləri və şikayətləri deyək, nələr idi? Nə kimi məsələlər qaldırıldı bu ümumi iclasda? Orada iştirak edən etnik qrupların nümayəndələri ümumiyyətlə Birləşmiş Millətlər Təşkilatından istəyirdilər ki, İrana bir nəfər məxsus komiser göndərsin, orada olan etnik problemləri yaxından təhqiqat edib, onları Birləşmiş Millətlər Təşkilatına xəbər versin. Onlar getsinlər, eyni zamanda İran dövlətindən istəsinlər ki, tamam o adamlar ki, öz milli varlıqlarından, dillərindən və kültürlərindən müdafiə eləmək üçün zindana düşüblər, onları azad eləsin. Onların ana dilində yazıb oxumaq və təhsil almağı rəsmiyyətə tanıtdırsın. Bir də hər cür iqtisadi, siyasi, kültürel və ayrı təzyiqat ki, qeyri-fars millətlərin əleyhinə orada vardı, aradan götürülsün. İnsan Hüquqları Şurasının bu etnik qruplara həsr olunmuş və İrana aid iclasında sizin də çıxışınız olub. Siz orada bu yuxarıda dediklərinizə əlavə olaraq İran Azərbaycanlılarının problemləri haqqında danışıbsınız, tələbləri haqqında danışıbsınız. Hansı məsələlər üstündə dayandınız siz çıxışınızda? Mən sözümü belə başladım ki, dünya ictimaiyyəti İranda olan diktatorluqdan, orada insanları zindana salmaqdan və edam eləməkdən tənqid eləyir və yeri var ki, tənqid olunsun.
Amma bir əsaslı məsələ demək olar ki, İranın siyasi məsələsi, problemi bu etnik problemlər və bir cür apartheid ki, qeyri-fars millətlərə orada emal olunur, o yaddan çıxır. Mən orada dedim ki, mən Azərbaycanlıların tərəfindən danışıram. Azərbaycanlılar İranda cəmiyyətin bir yarısı da olmasa 3-dən 1-i hesab olunurlar o babətdən. Amma bunlar haqları yoxdur. Öz dillərində yazsınlar, oxusunlar. Bir halda ki, modern təhsil alma sistemi 19-cu əsrin axırlarında Azərbaycanlıların əlindən Azərbaycan dilində və Təbrizdə binası qoyulubdur. Amma eyni zamanda indi bu millətin haqqı yoxdur, öz dilində yazsın, oxusun. İkinci məsələni ki, araya qoydum, bu idi ki, İran İnqilab İslamı olanda Azərbaycan İran üstanlarının arasında, İranın o müxtəlif bölgələrinin arasında iqtisadiyyatda 3-cü yer tuturdu. Əvvəl Tehran idi, sonra İsfahan idi və ondan sonra Azərbaycan idi. 32 ilin inqilabdan keçir, o iqtisadi təzyiqatın əsərində İranın Sənət Nazirliyinin dediyinə görə Azərbaycan 17-ci yerə düşübdür. Bu nişan verir ki, bu 32 ildə Azərbaycanda əsas sənəti və iqtisadi fəaliyyət o bir yerlər kimi getməyibdir və bu bir iqtisadi təzyiqatıdır Azərbaycanlı. Hansı üstanlar, əyalətlər qabağa gedib? Əsasda olar ki, Fars üstanlarıdırlar. Məsələn, Tehrandır, İsfahandır, Kirmandır, bir miqdarda Məşəddir. Ondan sonra etnik qruplar yaşayan üstanlarda heç birində iqtisadiyyata əsas dövlət baş qoşmayıbdır. Onlar hamısı iqtisadiyyatdan dalı qalıblar. Maşallah bəy, Cenevrədə keçirilən iclaslarda İranın nümayəndələri də iştirak edib. Onların reaksiyası nə oldu? Biz hamımız danışığımızda hüquq mövqedən çıxış eləyirdik və sözlərimiz də hamısı sənəd üzündən idi. Ondan ötürü onlar bizim sözlərimizi rədd edə bilmirdilər. Ancaq sual verirdilər ki, siz çoxdandır İrandan çıxıbsınız, orada çoxlu təğyirat olub, təhvülat yaranıbdır, sizin xəbəriniz yoxdur, belə bir söhbətlər eləyirdilər. Bir sırada Bəluçların və Ərəblərin danışıqlarına irad tutdular ki, siz çox qara görsədirsiniz vəziyyəti. Amma bunu deyə bilirəm ki, İran nümayəndələri ümumən bir difa halətində idilər. Yəni sözləri yox idi desinlər. Orada biz danışdıqlarımız hamısı şəkil üzündən idi, sənəd üzündən idi ki, deyə bilməzdilər ki, bunlar yoxdur. Məsələn, mən dedim ki, dövlətin Azərbaycanda əkin işinə, kət təsərrüfatına düz baxmaması bahis olubdur ki, Urmu gölü quruyur. Əgər indi bir acil iş görməsələr, 3 iləcən bu dərya quruyacaqdır. Ondan 8 milyard metr kub duz qalacaqdır ki, bir tufan olsa, bütöv Azərbaycanı şorazar eləyəcəkdir. Bu bir böyük təhlükədir orada yaşayan millətlərə və nə mənədə ki, söz deyilib, yazılıb, istəribdir, dövlət heç birinin əməl eləməyibdir və bu dəryanın qurumanın qabağını almır. Çayların qabağında hamısını da gətiriblər, sədd bağlayıblar, su qoymurlar gəlsin, dərya quruyur. Ya məsələn, mən dedim ki, Azərbaycanlılar İnqilabda çox böyük bir rolları var idi və əvvəldə də inqilabın olandan sonra böyük işlərin başında Azərbaycanlılardan var idi. Amma Ayətullah Şəriət Mədarının hərəkatında bütün Azərbaycanlılar vilayəti fəqih ilə müxalifət elədilər. Ona görə Azərbaycanlıları yavaş-yavaş işlərdən qırağa qoydular. O yerəcən ki, indi Əhmədi-Nəcadın kabinəsində 20 vəzirdən bir nəfəri ancaq Azərbaycanlıdır. Azərbaycanlılar İranda 30 milyondurlar, amma ancaq kabinədə bir nəfər onların nümayəndəsi vardı. Sizin Urmiya gölü haqqında və başqa iradlarınıza onların xüsusi bir cavabları oldu mu? Bu barədə hansısa bir mövqedən çıxış elədilərmi? Yəni bir cavab verdilərmi? Bunları yoxsa qəbul mü elədilər sizin iradlarınızı? İran nümayəndələri. Demək olar ki, cavab vermədilər. Cavabları yox idi versin. Sakit olmaqları qəbul eləmək mənasındadır. Keçmişdə biz Urmu gölünün quruması, onun illətləri ki, nədir? Onun üçün bir 100 səhifəli dokument hazırlayıb biz insan haqları sesiyasına vermişdik orada. Eyni zamanda biz özümüz də burada UNESCO-da, çünki UNESCO Urmu gölün geçmişdə biosfer mərkəzi kimi tanıyıbdır. Bunların da orada məsuliyyətləri vardı.
Bunlardan istemiştik ki o derya kuruyor, orada olan tamam her ne hayvanlar var idi ya güller var idi aradan gedirlər ve insanlar da orada zindecanlıkları dağılır, kətlər boşalıbdı gölün dövrəsindəkilər. Bunlar da bize cevap veriblər rəsmi surətdə ki biz sizin yazılarınızı İran hökumətinə göndərmişik. Tehrandakı Birləşmiş Millətlər Təşkilatının nümayəndəsinə də tapşırmışıq ki geçsin bu məsələni yaxından onlarla danışsın və bir iş görsünlər ki bu gölün qurumasının qabağı alınır. Siz Amerikanın Səsinin stüdyolarından Haray proqramını dinləyirsiniz. Sizinlə Bulud Mehmandarlıdır. Jurnalist Maşallah Rəzmi ilə BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirdiyi konferans barədə söhbətimizə davam edirik. Maşallah bəy, görüşlər vaxtında, iclaslarda siz dediniz ki, bu məsələləri qaldıranları İran hökumətinin nümayəndələri separatist adlandırır, onları İranı parçalamağa çalışmaqda ittiham edirlər. Siz və digər etnik qrupların nümayəndələrinin İranın gələcəyi haqqındakı fikirləriniz nədir? Siz onların bu ittihamlarına nə cavab verərdiniz? Biz deyirdik ki, hamı istəyir ki, beynəlxalq qanunlar və konvensiyonlar əsasında yaşasınlar və hamı bərabər hüquqlu olsun. Ancaq bərabər hüquq olmaq üçün gərək o yaşayış şəraiti də bərabər olsun. İndi İsfahanlılar nazı-nemətdə yaşayırlar, amma Bəluçistanlıların içməyə suları yoxdur. Çünki bu şərait yoxdur, gələcəkdə bunlar eləyənməzlər bir-birləri ilə qalsınlar. Əgər İslam Cumhuriyyəti istəyir ki, bu məmləkət dağılmasın, qalsın, gərəkdir ki, qeyri-fars millətlər yaşayan yerlərə də iqtisadiyyatına baxsın və onların inkişafına bir əsas plan töksün. Yoxsa belə ki gedirik, onlar deyəcəklər öz əlimiz, öz başımız olsun, ta bu cür ağır vəziyyətdən çıxaq. Maşallah bəy, siz İrandakı hadisələri yaxından izləyirsiniz. Əlbəttə, yaxın şərqdə, Şimal Afrikadakı hadisələri də izləyirsiniz. Bu hadisələr başladığı vaxt belə bir gözlənti var idi ki, İranda da buna oxşar xalq hərəkatları başlaya bilər. Yəni bu etnik zəmində yox, hər hansı bir müxalifət zəminində. Belə təşəbbüslər də oldu bildiyiniz kimi, ancaq məhdud səviyyədə qaldı. Belə baxanda gələcəkdə İranda da xalq hərəkatlarının baş verəcəyini gözləyirsinizmi? Bunun barəsində hamı orada söhbət eləyirdilər ki, bu azadlıq hərəkatı, bu demokrasi hərəkatı ki başlayıbdı ərəb ölkələrində xüsusən, tez ya gec bu İrana da gələcəkdir. Amma hər məmləkətdə öz vəziyyətinə görə başlanır və öz vəziyyətinə görə də qabağa gedir. Bu ki İranda hökumət bu təhlükəsiz təşkilatını çox böyüdübdü, hər adama bir məmur qoyubdu, onlar yerində. Amma görürük ki, Misirdə təhlükəsiz təşkilatı İrandan da çox güclü idi. Misirin 500 min nəfər ordusu vardı, amma təhlükəsiz təşkilatı 1,5 milyon məmuru var idi. Ondan ötürü bu təhlükəsiz təşkilatları millətlər əgər doğrudan istəkləri üçün ayağa qalxsalar, onlar bir iş görə bilməyəcəklər. Xüsusən ki, biz baxırıq, görürük, o vəziyyətlər ki, bais olubdur Tunisdə, Misirdə, milləti hərəkətə gətirsinlər. Eyni problemlər İranda da vardı. Cavandı millət, 160 cəmaat 30 yaşından aşağı sinnidədirlər. Bunlar hamısı təhsil almış cavanlardılar, amma işləri yoxdur. İkincisi budur ki, burada çoxlu rişvəkarlıq vardı, millətin, sərvətin öz hesablarını geçirlər. Üçüncüsü də o polisi şərait ki, heç kəsə icazə vermirlər azad danışsın, partiya qursun və azad ölkələr kimi yaşasın. İndi beynəlmiləli vəziyyət dünya səviyyəsində və məntəqədə olan hadisələr İranda cavanların tərəfindən, millətin tərəfindən izlənir və nəhayətdə bu İrana da gəlməlidir. BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirdiyi konferans haqqında müsahibəni dinlədiniz. Qonağımız İran-Azərbaycanlı jurnalist Maşallah Rəzmi idi. Proqramın əvvəlində də qeyd etdiyimiz kimi, bu müsahibənin aparılmasından bir gün sonra BMT İnsan Hüquqları Şurası İran üzrə xüsusi nümayəndə təyin etmək qərarına gəldi ki, bu da konferansdakı İranlı etnik qrupların əsl tələblərindən biri idi. Bəs bu məsələ barədə siz nə fikirləşirsiniz? Fikir və şərhlərinizi Amerikanın Səsi.org ünvanında əlaqədar xəbərin şərhlər hissəsinə yaza bilərsiniz.
həftəlik Haray proqramını dinlədiniz. Bununla da verilişimiz burada başa çatır. Gələn verilişlərimizdə görüşənədək sağlıqla qalın əziz dinləyicilər.